Paşinyanın qatı düşmənlərinə məxfi Bakı tapşırığı. Şərliyən Nikol Qarabağ ermənilərinə toy tutacaq. Ermənistanın ikinci ən böyük şəhəri olan Gümrüdə yerli özünü idarə etmə orqanlarına keçirilən seçkilərdə hakimiyyət üçün yaranan fiasko ölkənin siyasi mühitinə yeni ab-hava qatıb. Hakim partiyanın yetərli səsi əldə edə bilməməsi müxalifəti yenidən ruhlandırıb. Uzun müddət siyasi arenalardan uzaq qalan siyasilər aktivləşərək ard-arda bəyanatlar səsləndirir, özünü xalqın gözünə soxmağa, unutturmamağa çalışır. Təsadüfi deyil ki, Vətən naminə Tavuş hərəkatının lideri Baqrat Qalstanyan, bir sıra ruhanilər, müxalifətin müxtəlif düşərgələrini təmsil edən irili xırdalı şəxslər hakimiyyət əleyhinə fikirlər səsləndirir, Paşinyanın baş nazir postundan uzaqlaşdırılmasını yeganə çıxış yolu kimi təqdim edirlər. Hakimiyyəti və hakim partiyaya qarşı son illərdə ən geniş istifadə edilən kart Qarabağ erməniləri yenidən gündəmə gətirilib. Artıq müəyyən qüvvələrin dəstəyi ilə separatçı rejimin tör-töküntüləri müxtəlif mitinqlər keçirir, açıqlamalar verir, bəyanatlar səsləndirirlər. Baş verənlər və səslənən bəyanatlar bir daha sübut edir ki, hadisələr müəyyən dirijorlar tərəfindən idarə edilir. Məqsəd nəinki Paşinyana qarşı xalqı ayağa qaldırmaq və nifrət hissi yaratmaq, eyni zamanda iki ölkə arasında imzalanacaq sülh müqaviləsinə balta vurmaqdır. Əsasən sərhədlərin delimitasiyası və sülh müqaviləsi ilə bağlı müsbət siqnallar olanda aktivləşən müəyyən qüvvələr bu dəfə Qarabağ kartını da dövrəyə buraxıblar. Çox güman ki, müxalifətin və xaricdən idarə olunan müəyyən şəxslərin yeni aldığı tapşırıq separatçı rejimi yenidən gündəmə gətirmək, Azərbaycanın səbr kasasını daşırmaq, normallaşmağa doğru gedən münasibətləri yaralamaqdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, erməni hökumətinin rəsmiləri aksiyaların ilk günündən açıqlama verərək Ermənistanda ikinci bir dövlətə yer olmadığı fikrini təkrarlayaraq separatçı rejimə imkan verməyəcəklərinə işarə ediblər. Ermənistan hökuməti isə hər zaman olduğu kimi bir tərəfdən sülh müqaviləsi ilə bağlı açıqlamalar versə də, digər tərəfdən sərhəd təxribatlarının sayını artırmaqla məşğuldur. Bu da erməni hökumətinin hansı məqsədə və məzhəbə qulluq eləməsi barədə suallar doğurur, verdiyi və də növbəti dəfə xilaf çıxmasını sübuta yetirir. Bununla belə son günlər erməni kütləvi informasiya vasitələrində, xüsusən də müxalifət mediasında Qarabağ erməniləri ilə bağlı kifayət qədər məqalə dərc edilir, sərsəm bəyanatlar bəhbəhlə tirajlanır, hakimiyyətin onlara qarşı nifrət duyduğu, sıxışdırdığı barədə müxtəlif xəbərlər dolaşır. Təbii ki, bu məsələdə həqiqət payı olsa da, əslində əsas məqsəd Ermənistanın müxtəlif bölgələrinə səpələnmiş Qarabağ ermənilərini təşkilatlandırmaq, küçə yürüşlərində və mitinqlərdə onlardan istifadə eləməkdir. Eyni zamanda nəzərə alsaq ki, onların böyük əksəriyyətinin Ermənistan vətəndaşlığı da var, o zaman aydın olur ki, növbəti seçkilərdə onların səsini də qazanmaq hədəflərdən biridir. Bəs əslində nə baş verir? Müxtəlif resurslarda çıxan xəbərləri və hökumətin bəyanatlarını analiz eləyəndə ortaya çıxan mənzərə sübut edir ki, Paşinyan hökuməti Qarabağ ermənilərinə qarşı laqeyd münasibət sərgiləyir. Hər dəfə narazılıqlar artanda olduğu kimi, bu dəfə də rəsmi səviyyədə verilən açıqlamada qeyd edilir ki, Qarabağ ermənilərinə sosial dəstək cari ilin dekabr ayına qədər davam edəcək. Bu sadəcə tula payından başqa bir şey deyil. Hazırda hakim partiyanın əsas məqsədlərindən biri cəmiyyətin müxtəlif təbəqələri arasında parçalanma yaratmaq, müxalifətin birləşməsinə imkan verməməkdir. Müxalifətin Qarabağ erməniləri kartından istifadə niyyətini də nəzərə alsaq, məlum olur ki, vətəndaş müqaviləsinin elitası bu ermənilərə qarşı nifrət səpmək və yerli ermənilərdə onlara qarşı ikrah hissi oyatmaq üçün müxtəlif üsullara başvurur. Xüsusən Paşinyan tərəfdarlarının son dövrlər ictimai platformalarda Qarabağlılara qarşı nifrət və kin-kudurət yaratdığını görmək mümkündür. Sosial dəstək məsələsindən səthi qavrayışı olan kütlələrə oynamaq üçün istifadə edilir. Bu tip şəxslər Qarabağ erməniləri üçün nəzərdə tutulmuş 40 + 10 min dram dəstəyi eşidəndə kütləvi şəkildə bizim vəziyyətimiz daha pisdir, onlara sosial yardım, pul verirlər, amma bizə vermirlər rəylərini yazaraq ictimaiyyət arasında çaxnaşma yaradırlar. İkinci bir məsələ isə mənzil proqramı ilə bağlıdır. Hökumət belə bir tezis dövrəyə buraxıb ki, güya Qarabağ ermənilərinə səmərəli mənzil proqramı təklif edilsə də, onlar dövlət vəsaiti ilə kirayədə yaşamağa üstünlük verirlər. Rəsmi rəqəmlərə görə bugünə qədər cəmi 900 nəfərə mənzil sertifikatı verilsə də, onlardan cəmi 100 nəfəri ev ala bilib. Amma bununla belə bu xəbər hakimiyyət mediasında böyük uğur kimi tirajlanır. Baş nazir isə bunu əla xəbər hesab edərək qeyd edir ki, insanların seçim imkanı çoxdur. Əslində isə necədir? İnsanlar proqramdan yararlana bilmirlər, çünki verilən məbləğlər bazar qiymətlərinə uyğun gəlmir.
xüsusən də İrəvan və yaxın bölgələrdə mənzil qiymətləri kifayət qədər artıb. Banklar da xüsusi təlimatla insanlara problem yaradaraq hakimiyyəti günahlandırırlar. Bu xüsusən də mənzil üçün ilkin ödənişdə özünü göstərir. Məsələn, bir Qarabağ ermənisi İrəvanda 30 milyon drama 2 otaqlı ev tapır, ailəsinin 4 üzvünə 12 milyon dramlıq arayış alır, banka gedir və arayışın məbləğinin ilkin ödəniş sayılmayacağını və evin dəyərinin 3 milyon dram olan 10%-ni ödəməli olduğunu deyirlər ki, kredit vermək məsələsinə baxsınlar. Qısacası, hakimiyyətin əsas məqsədi odur ki, Qarabağ erməniləri paytaxt İrəvan və yaxın ərazilərdə yox, məhz sərhədyanı rayonlarda məskunlaşsınlar. Əgər bir Qarabağ ermənisi sərhədyanı rayonda ev almaq istəyirsə, hökumət bu zaman adam başına 5 milyon dram vəsait ayırır. Sözü gedən ərazidə isə normal ev qiymətləri paytaxtdakı qiymətlərlə müqayisədə dəfələrlə ucuzdur. Göründüyü kimi, hakim partiya məqsədyönlü şəkildə Qarabağlıların paytaxtda yaşamasını, mənzil sahibi olmasını istəmir. Əvəzində boşalmış regionları və xüsusən də sərhədyanı əraziləri məskunlaşdırmaq üçün onlardan istifadə eləmək, bu iş üçün müəyyən imtiyazlar təqdim etməyə hazırdır. Bütün bu hadisələrin səbəbi isə Ermənistanda uzun illərdir gedən yerli erməni və Qarabağ klanı mübarizəsinin nəticəsidir. Gümrüdə baş verən proseslərdə Robert Köçəryanın əli olduğu barədə xəbərlərin dövrəyə buraxılması da təsadüfi deyil və Paşinyan hökumətinin Qarabağ klanına nifrəti Qarabağlıların başında çatlayır. Hadisələrin gedişatı isə göstərir ki, yaxın vaxtlarda Qarabağ erməniləri ilə bağlı hakimiyyət daha radikal addımlar ata bilər. Bu sıraya yaxın günlərdə keçirilən etiraz aksiyalarında separatçı rejimin tör-töküntülərinin aktivli nümayiş elətdirən üzvləri də daxil ola bilər.